Allah bəzi insanları cəhənnəm üçünmü yaradıb? Ateistlər Əraf surəsi 179-cu ayəni gətirib Allahı inkar edirlər. Ayə belədir ki, biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Yox, problem onların fəhmindədir. Çünki ayənin mənası odur ki, cəhənnəmə yaratdıq ki, ora zalımlar, fasiqlər, pis insanlar düşsünlər. Yəni insan öz əməlli ilə düşür. Ona görə hətta ayənin davamında Allah Subhanahu va Taala deyir ki: "Ləhum qulubun la yefqahuna biha və ləhum a'yunun la yubsiruna biha." Yəni onlar qəlbləri var, fikirləşmir, gözləri var, görmürlər. Yəni onlar özləri gedirlər o yola. Yəni ayə hətta belədir. Ayəni sizdə varsa oxuyun onu. Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. Görürsünüz? Yəni belə insan cəhənnəmə layiqdir. Yəni onlar hətta heyvandan da pisdir. Yəni o insanlar ki, nəfsinə üstünlük verir, heç kim rəhm eləmir, Allaha şükür etmir, insanları pislik eləyir, min cür fəsad edir, Rəbbini tanımır. Görürsə Allah Subhanahu başa salır niyə görə onlar cəhənnəmə düşəcəklər. Hətta axırda deyir ki, ulaikumul gafilun. Onlar qəflət içindədirlər. Yəni onlar qəflət içindədirlər deyənə, ağılları var, qəlbləri var, fikirləşmək istəmirlər, Allahı tanımaq istəmirlər, günah içindədirlər. O qədər günah edirlər ki, heyvandan da pisdirlər, qəflət içindədirlər, ona görə cəhənnəmə düşəcəklər. Yəni bu o demək deyil ki, Allah onları ora atıb. İnsan özü seçir. Allah Quran-ı Kərimdə neçə dənə yerdə bildirir ki, insan özü öz yolunu seçir. Allah Subhanahu taala deyir ki, kim istəyir iman gətirir, kim istəyir küfr olur. Başqa ayədə Allah Taala deyir ki, insana yol göstərdi. İstəsə şükür edəcək, istəsə küfr edəcək. Yəni insan özü seçir. Ona görə insanın seçim haqqı var, özü seçəcək və lakin Allah Taala bilir ki, bir çox insan küfrü, naşükürlüyü, cinayətləri, pisliyi seçəcək. Ona görə cəhənnəmi onlar üçün yaratdı. Və bir qism insan xeyir istəyəcəklər, yaxşı əməllər edəcəklər, Allaha ibadət edib ona şərik qoşmayacaqlar. Cənnəti də onlar üçün yaratdı.